Salam dəyərli dostlar. Bu videoda mən sizə bizim uğur qazanmamıza mane olan vərdişlərdən biri haqqında danışacağam. Bu mükəmməliyyətçilikdir. İşimlə əlaqədar olaraq yüzlərlə sahibkarla çalışmışam və uğur qazananların ortaq xüsusiyyətlərindən biri mükəmməliyyətçi olmamalarıdır. Gördükləri işi yaxşı görmək istəyirlər. Amma tam ideal formada görmək istəyib ilişib qalmırlar. Mən öz həyatım haqqında bir işdən misal çəkmək istəyirəm. 4 il falan əvvəl YouTube-a, yəni sosial şəbəkələrə rəqəmsal marketinqlə bağlı videolar çəkəndə çox özümdə mükəmməliyyətçi fikirləşirdim. Studiya şəraiti olsun, bu cümləni burada işlədiyim, belə montaj eləyim falan həm mənim vaxtımı çoxalırdı, həm də ki, bir tərəfdən də demək olar ki, mənə əzab verirdi da ki, bu yaxşı alınmadı, daha yaxşı eləyə bilərdim. Bura bunu əlavə eləyim, bunu sonra çəkərəm, belə uyğun vaxt gözləyərəm falan. Gördüm ki, məni çox darıxdırır. Axırda o formatda fikirləşməyin, belə deyək də, fikirləşmədim. Necə yaxşı eləyə bilərəm, videoları çəkdim, paylaşdım və video minlərlə insanların qarşısına çıxdı. Yüzlərlə, minlərlə sahibkar olsun, tələbə olsun, bu sahəni öyrənmək istəyən insanlar olsun, onlara çox köməklikləri dəyir. Hətta bir dəfəsində də videonu çəkmişəm, mikrofonda problem var idi və xırıltı gəlirdi. Onunla da belə videonu yenə də yayımladım, getdi. Və gördüm ki, yəni əsas odur ki, nəsə bir iş görüm da mən. Yaxşı formatda əlimdən necə gəlirsə onu eləyim, amma çox mükəmməliyyətçiyə getməyim. Əvvəl-axır bir yerdən başlayım. Başqa bir misal göstərmək istəyirəm. Bir əsgər yoldaşım var idi. Biz 2 il falan vardı əsgərlikdən gəldiyimiz. Özü çox istedadlı, qabiliyyətli bir insan idi. Başqa onun ixtisası üzrə başqa bir tanışım var idi. Bu insan artıq mənə qədər yol getmişdi, biraz uğur qazanmışdı və mən bunların ikisini görüşdürdüm ki, bu uğur qazanmış tanış, işlə əlaqədar olaraq tanımışdım. Əsgər yoldaşıma köməklik eləsin. Biz oturduq, mən əsgər yoldaşım, həmin bu tanış, onun da yanında başqa bir əməkdaşı var idi, 4 nəfər. Mən gördüm ki, mənim əsgər yoldaşım bunlardan daha ağıllıdır, daha kreativdir, daha qabiliyyətlidir, belə deyək də. Amma niyə bunlar digər tanış daha irəli getdi? Əsgər yoldaşım hələ də istədiyi mövqeyə çatmayıb. Çünki əsas məsələlərdən biri digərləri çox ilişib qalmırlar, çox mükəmməliyyətçiliyə getmirlər. Görə bildiklərini yaxşı formatda görürlər, yəni eləyirlər. Əsas o ki, nəyəsə başlayırlar. Əsas üstünlükləri bundan ibarət imiş. Və aylar keçdikcə, illər keçdikcə onların bu başlamaqları, bu eləməkləri onları daha önə çəkir. Amma etməyən, fikirləşən, uyğun vaxtı gözləyən, daha belə deyək də, perspektivli bir formatı düşünən, idealı düşünən insan isə, mükəmməlçiliyi düşünən insan isə irəli gedə bilmir, təsvir olsun ki. Belə dostlar. Bir də bir əlavə eləmək istəyirəm. Mükəmməliyyətçilik eləməyib, yaxşı formatda, yəni necə alınırsa işimizi görməyimiz bizim həm də şansımızı artırır. Məsələn, mən bu videonu ağlıma gəldi, dedim fikirlərimi bölüşüm, çəkim. Bəlkə kimsə daxil oldu profilə çıxıb üçündə belə ağıllı danışır. Bizim gördüyümüz işlərə baxacaq və fikirləşəcək ki, onların sahəsindən bağlı əməkdaşlıq eləyə bilərik. Falan işi görüblər, bizim işimizə uyğundur və ya da bizim də belə bir proyektimiz var idi, görə bilərdik. O baxımdan. Necə ki, mən o əvvəlki videoları çəkirdim, paylaşırdım, belə deyək də, mənim özümə rəqəmsaldan bağlı müştərilər qazandırırdı. Və yaxud da ki, çoxlu like gəldi, komment gəldi, kaydet gəldi, başqa formada, sosial media tərəfindən şansımı artırdı, yəni belə tanınmağıma kömək elədi, belə deyim. Yəni, şans mükəmməliyyətçi olmayıb. Ağlımızdakı işi yaxşı formatda fikirləşir, eləyəndən sonra, bax, burada hər cür ağılsız dəli var, görürsünüzmü? Mən qışqıra bilərəm burada, qışqıra bilərəm. Baxın, adam da xoşbəxtdir, rahat-rahat həyatını yaşayır. Ətrafdaşlar hamısı çöndü baxışa, bu niyə qışqırır burada? Demirəm, belə də olmaq lazımdır. Nərəm bir cürə düşüncəsi fikir var, sadəcə olaraq adamın kompleksi yoxdur, elədir. Bu adam mükəmməliyyətçi deyil də, daha yaxşı arzuların istəklərinə çatır. Belə demək istəyirəm. Bir də mən bilirəm ki, mən bu videonu söndürəndən sonra fikirləşəcəm ki, kaş bunu da deyərdim, kaş bunu əlavə edeyim, kaşlar dolu olacaq. Düzdür, mən təzədən yenə video çəkib bu videoyu əlavə edə bilirəm. Siz də işinizi görən zaman başladınız, fikirləşdiniz ki, ayda, mən bunu da əlavə edə bilərdim, burada dəyişə bilərdim, kaş bunu da belə eləyərdim. Eləmə imkanınız varsa, eləyin. Eləmə imkanınız yoxdursa, ən azı başlamış olursunuz. Bir də məndə belə bir xüsusiyyət var, bilmirəm sizdə var yoxsa yoxdur. Deməli, mən ağlıma bir fikir gəldi. Gecə-gündüz araşdırdım, axtardım, fikirləşdim. Ondan sonra müəyyən bir yerlərə kimi çatdırdım və mən onu eləməyəndən sonra o məni darıxdırır, tıncıxdırır məni. Loru dildə deyəsə olsaq. Ona görə eləyəndə də adam bir rahatçılıq tapır. Belə dəyərli dostlar, videonu bəyəndinizsə takip atın, kayıt eləyin, like eləyin.
müsbət şərhlərinizi də gözləyirəm. Bu məsələdən bağlı fikirlərinizi də gözləyirəm və arzu edirəm ki, başlayaraq uğurda nail olarsınız. Sizə uğurdan əlavə şans da arzu edirəm. Çünki insanda çox ətrafında insanlar olur ki, əziyyət çəkib bir şey alınmayıb, amma adam o az əziyyət çəkib şansı gətirib alınıb. Ona görə sizə şans arzu edirəm. Sağ olun.